Son günlər iOS istifadəçiləri WhatsApp-da statusların səsinin çıxmaması problemi ilə üzləşirlər. Mütəxəssislər bildirirlər ki, bu hal əsasən yeniləmələr dövründə tətbiqlərin yeni sistemə adaptasiya prosesinin müəyyən vaxt tələb etməsi ilə əlaqədardır. Bu kimi xətalarla big update, yəni böyük yeniləmələr sonrası qarşılaşırıq. Elə WhatsApp timsalında da bu kimi halların hazırda müşahidə olunduğunu görə bilirik. Məsələn, iOS 18-dən iOS 26-ya keçid dövründə, yəni yeni iPhone çıxdıqda, yeni əməliyyat sisteminə keçid dövründə çox böyük yeniləmələrin gəldiyini iOS-a bilirdik. Və bu tip yeniləmələr timsalında tətbiqlərin buna adaptasiya olmasına müəyyən qədər vaxt tələb edir. Və eyni zamanda düşünsək ki, ekosistem də çox böyükdür. İstər Android, istər iOS ekosistemində minlərlə artıq cihaz aktiv bir şəkildə həyatımızdadır və onların bəlkə də 100-dən çoxu hazırda son ən azından 1-2 il ərzində çıxmış cihazlardır və tətbiqlərin də uyğun olaraq buna adaptasiyası məsələsi var. Mütəxəssislər bildirirlər ki, bu kimi hallarda mobil cihazın yenidən başladılması problemi aradan qaldıra bilər. Bəzən isə bu cür yeniləmələrin fəsadları olan xırda qüsurların, xətaların aradan qaldırılması üçün təkrar növbəti yeniləmələri gözləmək tələb olunur. Proqram təminatının bu xətaları, qüsurları heç bir halda mobil telefonun funksiyaları ilə bağlı olmayıb. Birbaşa həmin proqram təminatının vendoru tərəfindən aradan qaldırılması bir məsələdir. Qeyd edək ki, hazırda WhatsApp-da müşahidə olunan bu problemin aradan qaldırılması istiqamətində işlər aparılır.